Salam, xoş gördük hər birinizi. Bu gün məntiq kursu üzrə birinci mühazirəmizə başlayırıq. Mövzumuzun adı məntiqə qısa girişdir və mövzu ətrafında biz 3 sualın cavablandırılmasına çalışacağıq. Birinci sualımız məntiq və informasiya, ikinci məntiq necə və hansı sahələrə tətbiq edilə bilər, üçüncü sualımız isə məntiq və dil haqqındadır. Beləliklə, birinci sualımıza keçid alırıq. Məntiq və informasiya. Məntiqin öyrənilməsi üçün, daha doğrusu onun praktik əhəmiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə biz informasiya anlayışına diqqət ayırmalıyıq və informasiya praktik cəhətdən hər bir yerdə rast gəlinən bir fenomendir və bizim düşüncələrimiz, istifadə etdiyimiz sözlər, müxtəlif cihazlar, hətta dünyanın özü belə ilk növbədə informasiyadan ibarətdir. Təbii, bu kontekstdə fikirlərin qiymətləndirilməsi, bu daha çox fəlsəfi bir analiz tələb edir. Amma məntiq kontekstində biz sadəcə olaraq məntiqin bu informasiyanın öyrənilməsinə cəhd edən, öyrənilməsini həyata keçirən bir sahə olduğunu deməklə kifayətlənə bilərik. Və beləliklə biz növbəti sual ilə qarşılaşırıq. Yəni informasiya kontekstində məntiqin öyrənilməsi bizə hansı faydaları təqdim edə bilər? Başqa sözlə, məntiqin öyrənilməsi bizim üçün necə faydalı ola bilər? Bu sualın cavablandırılması üçün növbəti bir slaydımıza keçid alırıq. Və burada biz artıq məntiqin müxtəlif sahələr üzrə, müxtəlif domenlər üzrə praktik əhəmiyyətinin qiymətləndirilməsi baxımından bir neçə hissəsini, bir neçə bölməsini seçib ayırmışıq. Birinci məsələn, biz qeyd edə bilərik, verilmiş hipotez ilə təqdim edilmiş sübut arasında əlaqənin qiymətləndirilməsində biz məntiqdən istifadə edirik. Yəni, sübut verilmiş hipotezi təsdiq edirmi? Yəni, onlar arasında bir ziddiyyət varmı, yoxmu? Yəni, bu sualın cavablandırılması ilk növbədə məntiqdən asılıdır. Və bunun qiymətləndirilməsi üçün biz iki aspektdən çıxış edə bilərik. Birinci halda qeyd edə bilərik, sübut ilə verilmiş hipotez arasında toqquşma mövcuddur. Yəni, onlar bir ilə uzlaşmır. Və ikinci aspektdən biz qeyd edə bilərik ki, verilmiş sübut ilə təqdim edilmiş hipotez arasında uzlaşma mövcuddur. Yenə də hansı aspektdən çıxış etməyimiz, yəni qiymətləndirmə prosesi ilk növbədə məntiqin tətbiq edilməsindən, məntiqin nə dərəcədə effektiv şəkildə tətbiq edilməsindən asılıdır. İkinci aspektdən biz məsələn arqumentin nə dərəcədə mötəbər olub-olmadığını qiymətləndirə bilərik. Məsələn, qeyd edə bilərik, verilmiş premislərdən çıxarılan nəticə nə dərəcədə etibarlıdır. Başqa sözlə qeyd etsək, yəni verilmiş premislərdən təqdim edilmiş nəticə çıxır, yoxsa çıxmır. Əgər birinci aspektdən çıxış etsək, yəni verilmiş premislərdən təqdim edilmiş nəticə çıxarsa, onda arqument etibarlıdır. Əks halda isə, yəni verilmiş premislərdən təqdim edilmiş nəticə çıxmırsa, onda bizim analiz etdiyimiz arqument etibarlı deyildir. Yenidən, yəni bu suallardan, bu aspektlərdən hansının doğru olduğuna qərar vermək üçün biz ilk növbədə məntiqdən istifadə etməliyik. Və növbəti üçüncü bir domendən, sahədən biz suallara nəzər sala bilərik. Yəni, məsələn, götürülmüş iki cümlə eyni bir şeyi müxtəlif şəkildə ifadə edirmi, yoxsa həmin cümlələr tamamilə fərqli bir məzmuna malikdir. Ola bilər bu fərqlilik, yəni bu ciddi bir fərq ola bilər, yəni bu aydın şəkildə diqqətimizi cəlb edə bilər və ya bu fərq çox cüzi ola bilər və bizim diqqətimizi ilk baxışda cəlb etməyə də bilər. Amma istənilən halda yenidən qeyd etməli olsaq, yəni fikrimizi təkrarlamalı olsaq,
yəni verilmiş iki cümlənin eyni məzmuna, yoxsa fərqli bir məzmuna malik olub-olmadığını qiymətləndirmək üçün biz ilk növbədə məntiqə müraciət etməliyik. Və fərqli bir rakursdan yanaşsaq, yəni məntiq bizə necə bir faydalı ola bilər? Məsələn, verilmiş informasiya təqdim edilən verilənlər bazasından çıxarıla bilərmi, yoxsa yox? Bu bir qədər bizim ikinci rakursdan baxdığımız suallara bənzəyir. Yəni verilmiş premislərdən təqdim edilən nəticə çıxa bilər, yoxsa yox? Yəni burada biz sadəcə artıq arqument yox, yəni bir qədər konseptləri dəyişmişik, amma sualın qoyuluşu çox oxşardır. Yəni verilənlər bazasından təqdim edilən informasiya çıxa bilər, yoxsa yox? Və ya biz verilmiş sualın daha sürətli, daha effektiv şəkildə cavablandırılması üçün hansı prosedurlardan istifadə edə bilərik? Yəni bu qəbildən olan bütün suallar, yəni həm birinci, həm ikinci, həm üçüncü, həm dördüncü rakursdan, aspektdən baxdığımız sualların hamısının cavablandırılması ilk növbədə məntiqin nə dərəcədə effektiv şəkildə tətbiq edilməsindən asılıdır. Və buna görə də məntiqin öyrənilməsində təbii ki, fayda vardır. Yəni bu istiqamətdə fikirlərimizi davam etdirmək üçün biz növbəti bir slayda keçid ala bilərik. Və biz burada gördüyümüz kimi, yəni məntiq konkret olaraq hansı sahələrə tətbiq edilir? Biz burada bir neçə istiqaməti fərqləndirmişik. Yəni bu məntiqin kompüter elminə tətbiqi, elektronik mühəndisliyə tətbiqi, lingvistikaya tətbiqi, riyaziyyat və fəlsəfəyə tətbiqini qeyd etmişik. Məsələn, biz kompüter elminə tətbiq deyəndə, yəni konkret hansı aspektləri, hansı tərəfləri fərqləndirə bilərik? Məsələn, verilənlər bazasının öyrənilməsi, proqram dilinin və alqoritmlərin interpretasiyası ilk növbədə məntiqin tətbiq edilməsindən asılıdır. Yəni bu sahədə məntiqin köməyindən, məntiqin imkanlarından nə dərəcədə effektiv şəkildə istifadə edib etməməyimizdən asılıdır. Və yaxud elektronik mühəndislikdə biz rəqəmsal sxemlərin öyrənilməsində məntiqdən istifadə edə bilərik. Lingvistikada söz və cümlələrin mənasının öyrənilməsində məntiqdən istifadə edə bilərik. Riyaziyyatda, məsələn, müxtəlif riyazi nəzəriyyələrin isbatı və modellərinin formalaşdırılması, qurulması üçün məntiq bizim köməyimizə gələ bilər. Fəlsəfədə də, yəni bu çox müxtəlif aspektlərdən tətbiq edilə bilər. Məsələn, fəlsəfənin bəzi fundamental nəzəriyyələri, mövcudluq, imkan və zərurət kimi fundamental konseptlərin izah edilməsi və onlar arasında bir bağlantının qurulması, bir fəlsəfi bir sistemin qurulması müxtəlif sahələr kimi, müxtəlif bilik sahələri kimi məntiqi biliklərin də olmasını zəruri hesab edir. Təbii ki, məntiqin tətbiqi yalnız indi qeyd etdiyimiz sahələr ilə məhdudlaşmır. Yəni bu yalnız kompüter elmi, elektronik mühəndislik, lingvistika, riyaziyyat və fəlsəfə ilə məhdudlaşa bilməz. Yəni praktik cəhətdən hər bir elmin müəyyən bir sahəsində biz məntiqin tətbiqinə, məntiqin köməyinə olan ehtiyacı hiss edə bilərik. Eyni zamanda məntiq də yalnız konkret indi bizim fərqləndirdiyimiz hər bir sahədə indi qeyd edilən məqamlar ilə məhdudlaşmır. Yəni fəlsəfədə yalnız məntiq, mövcudluq, imkan və zərurət konseptlərinin əhatəsində, sferasında məhdudlaşmır, çox geniş bir spektrə malik ola bilər. Eyni zamanda riyaziyyatda yalnız müxtəlif riyazi nəzəriyyələrin modelləşdirilməsi və isbatlarının öyrənilməsi ilə məhdudlaşmır, daha geniş bir kontekstdə analiz edilə bilər. Amma məntiqə qısa bir giriş kursu olaraq məncə indi qeyd edilənlər kifayət edə bilər.
Biz növbəti slaydımızda məntiq və dil haqqında danışırıq. Yəni buradan gördüyümüz kimi məntiqin tarixi, yəni bu olduqca geniş bir intellektual zamanı, intellektual ideyaların inkişaf tarixini özündə əks etdirə bilər. Yəni əgər biz Aristotel məntiqindən başlasaq, yəni məntiqin tarixi qədim Yunan sivilizasiyasına gedib çıxmış olacaq. Amma biz əsas diqqət mərkəzində məntiqin müasir inkişaf mərhələsini saxlamış olarıqsa, onda deməli məntiq müxtəlif isbatlar, modellər, cümlələr, onlar arasında qarşılıqlı əlaqə, onların yaradılması, yəni təqdim edilməsi və yaxud təkzib edilməsi və yaxud müxtəlif şəkildə interpretasiya edilməsi ilə bağlıdır. Yəni bu xüsusilə müasir məntiqin əsas tədqiqat sahəsini əhatə edir və bu kontekstdə biz əsas 3 istiqaməti fərqləndirmişik. Deməli, bu məntiqdə nəzərdən keçirilməsi olan ardıcıllıq, ikinci bu nəticə, üçüncü isə ekvivalentlik, yəni eyni qiymətlilik konseptləridir və xüsusilə məntiq və dil kontekstində indi adlarını qeyd etdiyim hər üç konseptin izah edilməsində xüsusi bir fayda vardır. Deməli, izahat üçün biz keçid alaq növbəti slaydımıza. Növbəti slaydımızda biz ardıcıllıq, nəticə və ekvivalentlik, eyni qiymətlilik konseptlərinin məzmunu haqqında qısa şəkildə fikirlərimizi ifadə etmək istəyirik. Yəni, məntiqdə ardıcıllıq nədir? Yəni, bu sualın cavablandırılması özündə növbəti bir sualın cavablandırılmasını ehtiva edir. Məsələn, irəli sürülmüş iki fikir eyni zamanda eyni məzmunu ifadə edə bilərmi, yoxsa yox? Yəni, onlar arasında bir uzlaşma mövcuddur, yoxsa yox? Əgər onlar arasında uzlaşma mövcud deyilsə, onda məntiqi qiymətləndirmə fərqli şəkildə həyata keçirilə bilər. Amma onlar arasında uzlaşma mövcuddursa, onda məntiqi qiymətləndirmə birincidən fərqli bir qiymətləndirmə mexanizmini, qiymətləndirmə məzmununu özündə ehtiva edə bilər. Məsələn, biz bu məqsədlə 2 mülahizə götürə bilərik. Birinci mülahizəmiz bütün kitablar maraqlıdır və ikinci mülahizəmiz bəzi kitablar maraqlıdır. Deməli, ardıcıllıq kontekstində biz baxa bilərik, yəni bu iki mülahizə eyni zamanda doğru ola bilərmi, yoxsa yox? Məsələn, bütün kitablar maraqlıdır fikir doğrudursa və bəzi kitablar da maraqlıdır fikir doğrudursa, onda bizim fikirlərimizdə bir məntiqi ardıcıllıq var, yoxsa yox? Yəni bu iki mülahizə arasında uzlaşma var, yoxsa yox? Yəni bu qəbildən olan sualların qoyuluşu məntiqdə ardıcıllıq konseptinin məzmununu ümumi şəkildə də olsa izah edə bilər. Deməli, ikinci konseptə biz keçid alsaq, yəni bu nəticə konseptidir. Nəticə konseptində, yəni bu sualın, bu problematikanın özünün də cavablandırılması növbəti bir sualın cavablandırmasından asılıdır. Yəni biz bir neçə premislər götürə bilərik və bu premislərdən çıxan nəticənin doğru olub olmadığını biz qiymətləndirə bilərik. Yəni bu premislərdən çıxarılan nəticə doğrudurmu yoxsa yox? Yəni bunun qiymətləndirilməsi niyə vacibdir? Yəni bu suallar üzərində biz niyə düşünürük? İlk növbədə ona görə ki, əgər premislər doğrudursa, onda nəticənin də doğru olması zərurəti yaranırmı? Yəni belə bir sual ortaya qoyulur. Əgər premislər doğrudursa, onda nəticə də doğru olmalıdır deyəriksə, məsələn, deduktiv arqumentdə onda biz etibarlı arqument tipindən, nümunəsindən çıxış etmiş oluruq. Əgər bütün müqəddimələr doğrudursa, amma nəticənin yalan ola bilməsi ehtimalı varsa, onda deduktiv arqumentdə bu etibarsız arqument nümunəsi hesab edilmiş olur. Və bütün bunları biz ümumiləşdirsək, məsələn, nümunə qismində biz slaydda istifadə etmişik. Məsələn, bizim birinci premisimiz bütün insanlar fanidir və ikinci premisimiz Sokrat insandır. Və deməli, əgər biz bu iki premisdən çıxış edərək, yəni Sokrat da fanidir mülahizəsini irəli sürə bilərik, yoxsa yox?
yəni nəticə qismində sonuncu mülahizə iştirak edə bilər yoxsa yox. Yəni bu kontekstdə aparılan müzakirələr deməli məntiqdə nəticə, consequence deyəcəyimiz konseptin məzmununu özündə ehtiva etmiş olur. Və sonuncu bizim konseptimiz burada ekvivalentlikdir, yəni eyni qiymətlilikdir. Və bu nə deməkdir? Bu deməkdir ki, bir qədər əvvəlki slaydda da qeyd etdiyimiz kimi müxtəlif cümlələr hansı hallarda eyni şeyi ifadə edə bilər və yaxud müxtəlif cümlələr hətta forma baxımından çox oxşar olsa belə, əslində çox və yaxud qismən az, amma istənilən halda fərqli bir məzmunu özündə əks etdirə bilər. Yəni biz bunları necə qiymətləndirə bilərik? Məsələn, biz burada 2 nümunə götürmüşük. Məsələn, birinci nümunəmiz belədir. Əgər məntiq maraqlıdırsa, mən məntiqi öyrənəcəm. İkinci mülahizəmiz isə yalnız əgər məntiq maraqlıdırsa, üzr istəyirəm, əgər yalnız mən məntiqi öyrənəcəmsə, onda məntiq maraqlıdır. Yəni ilk baxışda sanki bu çox oxşardır. Yəni ingilis dilində bunun ifadəsində xüsusilə oxşarlıq var. Məsələn, ingilis dilində əgər siz slayda diqqət yetirsəniz, burada yalnız mülahizələr arasında kiçicik bir fərq mövcuddur. Məsələn, birinci nümunədə if əvvəldə gəlir və ardıcıl 2 mülahizə işlənilmişdir. İkinci nümunədə isə if ortada gəlir və qarşısına yalnız only if, yəni belə bir kombinasiya ilə əvvəlki mülahizələr biri digəri ilə birləşdirilmişdir. Yəni ingilis dilində baxan zaman bu xüsusilə oxşarlıq təəssüratı yaradır və Azərbaycan dilində də məncə oxşarlıq az deyildir. Amma buna baxmayaraq onlar eyni məzmunu ifadə edir yoxsa yox, yəni bu məntiqdə çox zaman müxtəlif dolaşıqlığın, qarışıqlığın yaranmasına gətirib çıxarır. Yəni növbəti biz mühazirələrimizdə bunu daha ətraflı şəkildə izah edərik, amma qısa şəkildə qeyd etməli olarıqsa, yəni indi mənim qeyd etdiyim 2 mülahizə eyni məzmunu ifadə etmir. Baxmayaraq ki, forma baxımından çox oxşardır, amma məntiqi baxımından, məzmun baxımından onlar ekvivalent, yəni eyni qiymətli deyildir. Bu günə qeyd etmək istədiklərim bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə hər kəsə təşəkkür edirəm.